Böyük yanında nə uşağı qucağa almaq olmazdı. Böyük yanında nə uşağa mənim balam deyə bilməzdi. Yəni biz özümüz də, mən özüm də elə olmuşam. Mən və yaxud da valideynlərimin yanında mən bu günə kimi mən uşağımı mənim balam deyə bilmirəm. Yəni həqiqətən bu məndən asılı olmayaraq biraz utanıram da. Amma ki hazırda elə deyil də. Yəni hamısı uşağı götürür də, qucağına da alır, öpür də. Əslində belə lazımdır. Uşağa məhəbbəti göstərmək lazımdır. Prosta bizim dövrdə indi bizə də müraciət edənlər kimlərdir? Çoxu yaşlı insanlardır. Amma skalyozdan əziyyət nəyə görə çəkirlər? İndiki uşaqlar həmişə sevgi. Düzdür, biz də sevgi istəmişik. Amma indikilər tamamilə başqadır. Biraz qışqıran kimi elə bil ki, psixoloji bunlara təsirdir. Çox gedir. Hətta mənim qızımın 6 yaşı var. Mən başa düşmürəm ki, o artıq kifozdur. Heç başa düşmürəm ki, bu harda oldu kifoz, bu necə oldu kifoz? Ya bizdə heç kəs bilmir, bu genetik də deyil. Genetik də ola bilir, amma sonradan idiopatik də ola bilir.